Salam uşaqlar, bugünkü dərsimiz Böyük Britaniyadır, 2-ci Dünya müharibəsindən sonra. 1-ci Dünya müharibəsindən olduğu kimi 2-ci Dünya müharibəsində də qalib dövlət kimi çıxdı, ancaq 2-ci Dünya müharibəsinin nəticələrinə baxsaq, bənzərdə hökmranlığını itirdi, bu üstünlük ABŞ-a keçdi, iqtisadi cəhətdən ABŞ VSS-dən geri qaldı, ölkəyə çoxlu maddi ziyan dəydi, iqtisadi resursların çoxunu itirməsi və müharibədən çəkilən xərclərə görə borclu dövlət halına gəldi və nəticədə ABŞ-dan asılılığı gücləndi. Müstəmləkələr və dominantları iqtisadi cəhətdən güclənərək ona tədricən uzaqlaşdı. Nəticədə ölkənin müstəmləkə sistemi dağıldı. Müharibədən sonra İngiltərədə qurulan hökumətlərə baxsaq, ən birinci Labouristlər hökuməti Clement Attlee'nin başçılığı ilə 1945-51-ci il, sonra Winston Churchill'in mühafizəkarlar hökuməti 1951 və 55 və Margaret Thatcher'ın hökumətinə baxsaq, bu da mühafizəkarlar hökumətidir 1979 və 1990-cı illərdə. İlk olaraq Labouristlər hakimiyyətdədir. Clement Attlee'nin baxaq hakimiyyət dövrünə. İngiltərədə 1945-ci ildə parlament seçkilərində Clement Attlee'nin başçılığı ilə Labouristlər partiyası qələbə qazanaraq hökumət təşkil etdi. Attlee'nin Labouristlər partiyasının, yəni hökumətinin daxili siyasətinə baxsaq, sosial-iqtisadi islahatlar həyata keçirildi. Labouristlərin daxili siyasətinin əsasını təşkil edən milliləşdirmə siyasəti aparıldı. Əvəzə ödənilməklə bir çox sənaye müəssisələri bankla milliləşdirildi. Nəticədə əhali dövlət pulsuz təbii yardım göstərməyə başladı. Əhaliyə dövlət tərəfindən vergilər artırıldı, talon sistemi əhatə dairəsi genişləndirildi. Sənaye məhsulu istehsal artdı və ixracat genişləndi. Bu da ABŞ-dan alınan maliyyə yardım və borcun mühüm rol oynadığını görürük. Xarici əsasən kapital qoyuluşuna görə Britaniya ABŞ-dan sonra dünyada ikinci yerə qalxdı, lakin Labouristlərin islahatları lazımi nəticə vermədi. Və Clement Attlee Labourist hökumətin xarici siyasətində əsasə baxsaq, Böyük Britaniyanın xarici siyasətinin əsasını aşağıdakı istiqamətlər əhatə edirdi. ABŞ ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi və buna görə də 1949-da Böyük Britaniya NATO-ya üzv oldu. Xarici siyasətinin başlıca məsələsi Böyük Britaniya imperiyasının gələcəyi idi və müstəmləkələrdə baş verən milli azadlıq hərəkatları nəticəsində Labouristlər gücləşə edərək bir sıra müstəmləkəyə əlverişli şərtlərlə müstəqillik verdi. NATO nə idi? Şimali Atlantika Müqavilə Təşkilatı idi. 1949-cu ildə ABŞ-in təşəbbüsü yaradılmış və hərbi siyasi təşkilat idi. Zaman keçdikcə aşağıdakı amillər Attlee'nin Labouristlər hökumətinin nüfuzunu xələl gətirdi və növbəti seçkilərdə məğlub olmasına səbəb oldu. Bunlar hansılar idi? Vergilərin artırılması, talon sisteminin əhatə dairəsinin genişləndirilməsi. Mühafizəkarlar hakimiyyətdə Winston Churchill başçılığı ilə 1950-ci ilin əvvəllərində İngiltərə böhran bürüdü və 51-ci ildə keçirilən növbədən tənəzzül parlament sessiyasında Mühafizəkarlar partiyası qalib gələrək hökumət təşkil etdi və Winston Churchill yenidən baş nazir oldu. Hökumət ölkəni iqtisadi bölünə çıxarmağa çalışırdı və daxili siyasətinə baxaq. İqtisadda sosial sahədə dövlət tənzimləyici təsirini azaltdı. Səhiyyə, təhsil, mənzil, tikinti, sosial sığortaya ayrılan xərclər azaldı. Milliləşdirmə siyasətinə uğraşaraq bir sıra sahələrdə, yəni zavodlarda, bunlar zavod, fabriklər misal göstərmək olar, özəlləşdirərək keçmiş sahiblərinə qaytardı. Xarici siyasətdə isə ən mühüm məsələ Labouristlər kimi imperiyanı və müstəmləkəni qoruyub saxlamaq olsa da bu mümkün olmadı. Odur ki, müstəmləkələr məsələsində Labouristlərin siyasəti davam etdirdi və digər qalan müstəmləkələrə də müstəqillik verdi. 20-ci əsrin 50-ci ildə Böyük Britaniya iqtisadi inkişaf sürətlənsə də ABŞ və qabaqcıl AB ölkələrindən geri qaldı. Buna təsir edən əsas amillərdən biri ölkənin xam mal və ərzaqla təmin edən müstəmləkələrdən məhrum olması idi. Digər müstəmləkələrin saxlanması isə hərbi xərclərin artırılması idi. Bu da ölkədə problem yaradırdı. Bu dövrdə Avropa siyasi və iqtisadi sahədə əməkdaşlıq göstərmək məqsədi ilə mühüm addımlar atıldı. 1957-ci ildə Avropa İqtisadi Birliyi, hazırda Avropa Birliyi oldu. Əzəli düşmən olan Almaniya, Fransaya yaxınlaşması və iqtisadi birlik yaratmaları Böyük Britaniyanın planlarına ziddir. Bu zamanda hökumət ənənəvi siyasətə riayət edərək qitədə yaradılan koalisiyaya qoşulmayıb, onları Böyük Britaniya əleyhinə mümkün ola biləcək təsirini zəifləmək xəttinə əsas tuturdu. Lakin bu siyasət özünü doğrultmadı. Odur ki, 1973-cü ildə İngiltərə Avropa İqtisadi Birliyi ilə qoşuldu. İndi mühafizəkarların Margaret Thatcher hakimiyyətinə baxaq. 1970 parlament seçkilərində Mühafizəkarlar partiyası qalib gələrək yenidən hakimiyyət təşkil etdilər və Margaret Thatcher baş nazir oldu. Thatcher İngiltərə tarixində ilk qadın baş nazirdi və Dəmir Leydi adlanırdı. Daxili siyasətinə nəzər salsaqsa, Thatcherin daxili siyasətinin əsasını xüsusi sahibkarlığın desatməsi təşkil edirdi. Buna görə də iqtisadiyyatın dövlət tənzimlənməsini ixtisas etmək üçün ciddi addımlar atdı. Thatcher hökuməti sərt maliyyə siyasəti apardı, vergilər artırdı, sosial sahəyə ayrılan xərclər azaldırdı, bir sıra sənaye sahələri özəlləşdirdi, nəqliyyat və digər dövlət müəssisələrinin bir sıra özəl mülkiyyətə verildi, keyfiyyətli xarakter dəyişiklikləri aparılması nəticəsində ölkədə iqtisadiyyat inkişaf etdi. Xarici siyasətə nəzər salsaq isə İngiltərənin hərbi xərcləri xeyli artırdı, ABŞ əməkdaşlığı daha da gücləndirdi və onun sosializmə qarşı mübarizəsinə qoşuldu. Eyni zamanda Qərbə Avropa ölkələrinin orta mənzilli nüvə başqa raketlərin yerləşməsi planlarına fəal dəstək verdi və 1982-də Argentinanın Böyük Britaniyaya məxsus Falkland adalarına işğal etməsi ilə Falkland böhranı da yaşadı. Və Falkland böhranı Böyük Britaniya beynəlxalq aləmdə siyasi dizəlişin nümayiş olundu. Bu məsələdə barışmaz mövqe sərgiləyən
DCR hökuməti adaya qoşun yeridərək hərbi yolla onu azad etdi. Beləliklə, Falkland böhranı ABŞ-ın birbaşa dəstəyi ilə Böyük Britaniyanın qələbəsi ilə başa çatdı və DCR hökumətinin şöhrətini artırdı. Şimali İrlandiya məsələsi, yəni Ulster 1960-cı ilin sonunda Ulster İrlandiya birləşmə uğrunda mübarizəyə başladı və 1968-ci ildə Ulsterdə milli siyasi zəmin toqquşmaları baş verdi. Şimali İrlandiyanın katolik azlığı vətəndaş bərabərliyi uğruna mübarizəyə başladı. Kütləvi çıxışlara səbəb oldu bu və İngiltərənin Ulster qoşun yetməsi ilə vəziyyət ağırlaşdı. Bu məsələ 1990-cı illərdə İngiltərə, Şotlandiya və Uels muxtariyyətinin genişləndirilməsi və bu dövrdə hakimiyyətdə olan Labour Partiyasının Ulster məsələsinə bağlı Ulsterlərə geniş muxtariyyət hüququnu da verməsini biz burada görürük. Təqribi 1998-ci ilə təsadüf edir bu. Müasir dövrünə nəzər salsaq isə İngiltərədə mühafizəçilər və Labouristlər hökumətinin eyni xarici siyasət yeridir və ABŞ və NATO ilə əməkdaşlıq əsaslanırdı bu xarici siyasət. New York və Vaşinqton şəhərində törədilən 2001 11 sentyabr tarixi hadisələrdə Böyük Britaniya ABŞ və ABŞ-ın Əfqanistan və İraqdakı hərbi əməliyyatlarına yardım etdi və hazırda Böyük Britaniya nüvə silahlarına malik BMT NATO-nun əsas söz sahiblərindən biridir. Beynəlxalq əhəmiyyətli məsələlər həllində fəal iştirak edir. Dünyanın iri maliyyə mərkəzlərindən biri olub, xarici kapital qoşuna görə ABŞ-dan sonra dünyada ikinci yerdədir. İndi ABŞ və Avropa Birliyinin məsələsinə baxaq. Böyük Britaniya və Avropa Birliyinin məsələsinə baxsaq, Böyük Britaniya Avropa Birliyi daxilində olan iqtisadi cəhətdən zəif ölkələrin onun iqtisadiyyatının yüksək səbəb olmasına əsas gətirərək 20-ci əsrin əvvəllərində Avropa Birliyinə ayrılmaq üçün müzakirələr başlatdı və 2020-ci ildə Brexit planı ilə onun tərkibindən çıxdı. Birinci Dünya müharibəsindən sonra sağ tərəfə xəritəyə baxsaq, Britaniyanın malik olduğu ərazilər bunlar idi. Yəni Avstriyasından, Kanadasından kimi Avstraliyasından, Misir, Afrika, Hindistan, İraq, Yəmən, hətta Cənubi Amerikada Qvina ərazisi də onun əlində idi. Lakin 2-ci Dünya müharibəsindən sonra demək olar ki, bu ərazilərin hamısını itirdi. Əsasən də diqqət etsək biz görərik ki, burada Cənubi Amerikadakı mülkünü, Afrika və Asiyadakı mülkləri itirdi. Bu dövrdə əlində qalan ərazilər, yəni dominion hüququna malik olan Avstraliya, Yeni Zelandiya və Kanadadır. Onların idarə olunması general qubernator tərəfindən idarə olunur və dominionda öz parlamentləri var, öz parlamentləri tərəfindən idarə olunur, lakin İngiltərə krallığının mülkü hesab olunur. Dərs haqqında məlumatımız bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Sizə uğurlar arzulayıram.